Hamiləlikdə qanaxma dərhal düşük deməkdir. Bu tam doğru deyil. İstatistikaya baxsaq, hamilə qadınların təxminən 20-30%-də ilk trimestrdə qanaxma olur. Amma bu qadınların təxminən yarısında hamiləlik normal davam edir. Qanaxma hər zaman düşük deyil. Qanaxmanın ən çox səbəbləri 10-20% hallarda düşük, 1-2% hallarda boru hamiləliyidir. Başqa səbəblər implantasiya qanaxması, servikal hassaslıq, cinsi əlaqədən sonra servikal poliplər, infeksiya, subkorionik hematomadır. Amma bəzi hallarda qanaxma ciddi siqnal ola bilər. Əgər qanaxma ilə yanaşı güclü ağrı varsa, laxtalı və çoxdursa, baş gicəllənmə varsa, bu zaman düşük və boru hamiləliyi istisna olunmalıdır. Ən doğru addım təcili həkim müayinəsi, ultrasəs müayinəsi ilə dəyərləndirmə və lazım gələrsə HCG dinamikasının izlənməsidir. Və beləliklə hər qanaxma düşük deyil, amma hər qanaxma yoxlanmalı və düzgün müalicə başlanmalıdır.